Can Azərbaycan. Salam, hər vaxtınız xeyir olsun əziz izləyicilər və əziz dinləyicilər. İctimai Radionun efirində Can Azərbaycan verilişi başladı və bugün biz şeirə, poeziyaya, sənətə köklənəcəyik. Çünki çox maraqlı və dəyərli bir qonağımız var və mən onu sizə böyük məmnuniyyətlə təqdim etmək istəyirəm. Əməkdar incəsənət xadimi, Azərbaycan Kinematoqrafçılar İttifaqının katibi, şöhrət və şərəf ordenli bizim dəyərli şairimiz Baba Vəziroğlu bugün Can Azərbaycandadır və mən fikirləşirəm ki, Baba müəllimlə hər zaman söhbət maraqlıdır. Çünki şairlərin fikirləri, yanaşmaları axı təzələnir, xüsusilə dövrə, zamana və nəzərə alaq ki, biz də 2026-cı ilin astanasındayıq. Elə deyil, Baba müəllim, xoş gəlmisiniz. Elə deyil, çox sağ olun, xoş görüşmüşük. Gözəl günlərdə görüşürük. İnşallah həmişə də belə gözəl günlərdə görüşək. Amma siz ənənəvi təqdimatdan elə bir yan keçdiniz. Adətən benim belə təqdim edirlər ki, Baba Vəziroğlu onun təqdimata ehtiyacı yoxdur. Baba müəllim, elə bilirəm hamının təqdimata ehtiyacı var. Mənə də elə gəlir. Çünki biraz belə dedikcə sonra bütün o vəzifələr, nə bilim o təltiflər hamısı yaddan çıxır. Elə bilirlər ki, Baba Vəziroğlu ancaq elə belə sadəcə Baba Vəziroğlu. Yox, çünki bilirsiniz necə, Baba Vəziroğlu illərini həsr edib, illərini sərf edib və bu illər ərzində Baba Vəziroğlu bəzən fədakarlıq edib, bəzən mübarizə aparıb, bəzən daha bəsdi deyib. İnsan dünyaya gəldiyi gündən, indi mən demirəm, JEK müdiri ilə, nə bilim, Kommunxozun sədri ilə, bütün dünya ilə mücadilədədir. Ya dünya bilirsiniz ki, indi mən fəlsəfəni təzədən kəşf eləmirəm. Dünya həmişə insanı yıxmağa çalışır. Onu siz dediyiniz kimi bəsdi deməyə vadar eləyir. Amma insan həmişə həyatda qalib gəlməlidir. Mücadilə aparmalıdır. Bütün müharibələrin sonu var, amma insanın dünya ilə apardığı mübarizənin, müharibənin və mücadilənin sonu yoxdur. Son nəfəsinə qədər insan həmişə mübarizəni aparır və sondakı təbii ki, iradəli insanlar, sənət yanğısı olan insanlar həmişə qalib gəlir. Mən bu yolu seçmişəm. Nə gözəl. Mən həmişə işıq gələn səmtə üz tuturam. O bir tərəfə canlının adını çəkmək istəmirəm, o tərəfə getmirik. Artıq biz 2025-ci ili yola salırıq. Sayılı günlər qalıb da, yəni 2026-cı ili qarşılamağa. Mən son vaxtlar fikir verirəm, insanlar bəzən zamandan, vaxtdan elə gileylənirlər ki, bəs şairlərdə necədir? Zaman keçdikcə şair dəyişir, yoxsa şeirləri dəyişir? Yox, zaman insanın, xüsusən də sənət insanlarının yanına həmişə ötüşür. İnsan, bilsiz, mən həmişə bunu demişəm, yenə təkrar edirəm ki, insan bir hüceyrəli amyob deyil ki, elə sabit qalsın, dəyişməz qalsın həmişə. İnsan gündə 1000 ovqata düşə bilər, fikirləri dəyişə bilər, müxtəlif subyektlər barədə, obyektlər barədə dəyişə bilər. Amma təməl prinsipləri var ki, onlar həmişə insanla necə doğulur, son nəfəsinə qədər onlar gedir. Onlar, yenə deyirəm, təməl prinsiplərdir, artıq daşlaşmış, betonlaşmış prinsiplərdir. İnsan gərək onlara xəyanət eləməsin. Bu sevgi hissiyatıdır, sədaqətdir, insanlara münasibətdir, bütün bu dünyaya münasibətdir, vətənə bağlılıqdır, torpağa bağlılıqdır. Bunlar dəyişməz qalır həmişə. Dəyişirsə deməli o insan artıq yoxdur. Amma bugün sizi görmüşəm, deyirəm, maşallah, nə gözəl geyinmişsiniz və yaxud nə gözəl ovqatınız var. Bir saatdan sonra tamam ayrı fikirdə ola bilərəm ki, bu paltar sizə heç yaraşmır, nə bilim, heç bugün qəşəng görsənmirsiniz həmişə kimi. Yəni, bu dəyişə bilər, bu ovqatdan asılı şeydir. Amma bugün vətən mənə əzizdir ona görə ki, o mənə maddi nemətlər verir, məni qoruyur. Sabah onu dəyişmək mümkün deyil, əqidə dəyişkənliyi mümkün deyil. Vətənin dar günündə də yanında olmalısan, yaxşı günündə də yanında olmalısan. Və yaxud dostluğun, və yaxud ailənin, və yaxud sevdiyin insanların, sənə sədaqətli olan insanların o münasibət dəyişə bilməz, dünyaya münasibət dəyişə bilməz. Çünki dünya kosmosdan baxanda bilirsiniz ki, balaca bir köməksiz şara bənzəyir, balaca bir kürəyə. Yəni hətta dünyanı qorumağa lazımdır ki,
bu insan evladına, bəşərə yeganə ev olan yer kürəsində qorumalı. Yəni qlobal mənada. Bu mənada mən fikirləşirəm ki, özünə şair deyən insanın heç vaxt bu təməl prinsipləri dəyişə bilməz. Amma biz zaman-zaman əqidəsini dəyişən insanlar görürük. Təbii ki, görürük. Ona görə də bu onlara münasibətiniz necədir? Yəni onlara nəyəsə görə haqq qazandıraq yoxsa yox? Yox, təbii ki, əgər mən bunu təkrar söyləyirəmsə, deməli o insanlar artıq mənim siyahımda deyillər. Mənimlə onlar yanaşı otura bilməzlər. Və yaxud ümumiyyətlə onlar insanlıq siyahısından mən həmişə silirəm. Dünyada hər şeyi bağışlamaq olar. Təbii ki, həmişə deyirik ki, Allah bağışlayandır. Allah da bu təməl prinsiplərinə xəyanət edən insanları bağışlamır. İnanın ki, bağışlamır. Təsəvvür edin ki, bugün elə Allahın özünə münasibətinə götürək. Allah deməyək də ümumiyyətlə varlıq deyək. Allah deyəndə bəzən deyirlər ki, bu dindardır. Varlıq, bilirsiniz ki, bu boyda sonsuz kainatı yaradan bir qüvvə var. Bəli, və ona biz inanırıq. Mirzə Cəlil demişkən, insan yerə bir şeyə inansın. İnanmasa, onu inandırmaq mümkün deyil. Çünki deyəcəksən ki, nə bilim, bu torpaq haqqı, torpaq onun üçün heç nədir. Deyəcəksən, vicdan haqqı, deyəcək o nədir? Deyəcəksən, vətən haqqı, deyəcəksən, mənə hara günüm xoşdur, orada mənim üçün vətəndir. Allah haqqı, deyəcəksən, Allah var bəyə. Yəni, bu insanları, heç nəyə inanmayan insanları heç nəyə inandırmaq mümkün deyil. Ona görə də insan mütləq nəyəsə inanmalıdır, kiməsə inanmalıdır. İnam olanda insanın dünyaya münasibəti, çevrəsinə, insanlara münasibəti tamam başqa olur. Mən inançlı insanam, dindar deyiləm, inançlı insanam. Ona görə də rəhmətli mənim əziz dostum, böyük qardaşım Bəxtiyar Vahabzadə demişkən, bircə ondan razıyam ki, inamımı heç vaxt itirmirəm. Bəli, və bircə onlar o demişdi, özümdən narazıyam. Özümdən narazıyam. Mən də deyirəm, o misra hardandır belə. Baba müəllim, Bəxtiyar müəllim bilsəydi ki, siz onun misrasına belə düzəlişlər edirsiniz. Görəsən nə deyərdi? Bir efir qabağı da dedim də ki, bizim uşaqlar mahnı janrından söhbət açdılar. Dedilər ki, çətindir belə işləmək, hazır melodiya, musiqi yazmaq filan. Bir neçə mahnı yaradıcılığı mətbəxindən bir neçə kəlmə dedim onlara. Bizim heyətə, yaradıcı heyətə. Bəli, dedim. Çünki onlar üçün çox maraqlı idi. Və bir də Bəxtiyar müəllim misal gətirdim. Bəxtiyar müəllim də eyni zamanda o zaman biz bəstəkarlarla işləyirdik. Eyni bəstəkarlarla, Faiq Sücəddinovla, Eldar Mansurovla, yəni də eyni bəstəkarlarla işləyirdik. Bəxtiyar müəllim deyir ki, mənim vergülümə, mənim hecama toxunanın atasını yandıraram. Qoymurdu bəstəkar. Bəstəkar deyir, ay Bəxtiyar müəllim, bu söz axı, bu melodiyaya pərçimlənə bilmir də, yəni səslənmir. Axırda belə razılaşır ki, mən toxuna bilmərəm, baba ilə məsləhətləşin gördük. Biz yaxın dostuydik. Mən də elə incə şəkildə, yəni Bəxtiyar müəllimin o ruhuna toxunmadan, yəni onun xətrinə dəymədən elə edirdim ki, çox cüzi bir düzəliş edirdim ki, həm Bəxtiyar müəllimin şeirinə xələl gəlməsin, həm də mahnı alınsın. Bu mənada mahnı janrında işləmək çox çətindir. Bəli. Baba müəllim, bizim bundan əvvəl də bir neçə müsahibəmiz olub. Yəni siz mənim üçün doğma insansınız əslində. Çox sağ olun, qarşılıqlı. Siz elə bir dövrdə ədəbiyyata gəlmisiniz ki, yəni o dövrdə insanlar inanırdılar ki, şeir adamı tərbiyələndirir, ədəbiyyat insanı tərbiyələndirir. Və müəyyən senzuralar var idi, qadağalar var idi. Təbii. Sizin də mübarizəniz az olmayıb. Bəli. Siz azad ruhlu insan olmusunuz. Mən belə təsvir edərdim. Görəsən siz o illərdə inanırdınız ki, şeir həqiqətən adamı tərbiyələndirir. Ya da bugün də inanırsınız ki, şeir tərbiyələndirir. Elə o zaman da inanırdım, bugün də inanıram. Bilirsiniz ki, həmişə bu misalı çəkirəm. Nəsimi filmində, təbii ki, bu sözləri Nəsimi deməyib, İsa Hüseynov Nəsimin adını deyir də. Dünyada iki cür insan var. Kamil insan var, cahil insan var. Bəs bu kamil insanların dünyada sayıca daha çox, kəmiyyətcə daha çox olması üçün kim çalışmalıdır? Sənət insanları, ziyalılar, xalqın aydın nümayəndələri, insanlar çalışmalıdır. Ya da mən də kənara çəkilim ki, Sabir demişkən, millət necə taracı olur olsun, nə işim var? Bu prinsiplə yanaşanda təbii ki, o insan onda egoist olur.
Yəni ki, tək mənim üçün xoş olsun. Millət Sabirin təbiridir. Millət necə taracılır olsun, nə işim var? Mənə xoşdur. Amma normal ziyalı, normal insan axı belə düşünməməlidir. Düşünməlidir ki, bəlkə o biraz cahillikdən bu mətləbi anlaya bilmir. Bəlkə ona bir yol göstərim. Bəlkə deyim ki, o hürən tərəfə yox, bu işıq gələn səmtə getməlisən. Çünki orada işıq var, orada gələcək var, orada insanlıq var, orada gələcəyim var. Və bunu mən də deməyim, yaxşı siz də deməyəsiz, rəhmətli Bəxtiyar Vahablı da deməyəydi, Musa Yaqub da deməyəydi, mən bunu kim deyəcək? Bugün Ramiz Rövşən deməsin, bəs kim desin? Bizim də əgər bu xalq bizə bir ziyalı titulu veribsə, indi yalan doğru, biz o missiyanı çeynimizə alıb daşımalıyıq. Mən sosial şəbəkələrdə aktivəm. TikTok səhifəniz var. Xüsusən TikTok səhifəm var. Özü nəzarət edir baba müəllim. Birbaşa özüm. Bəli. İndi başqaları aparır öz yerində, onlar da sağ olsun. Amma özümün şəxsi var. Çünki ora ciddi materiallar qoyuram. Musa Yaqubdan şeirlər qoyuram. Tutaq ki, Şuşadan görüntülər qoyuram. Orada ifa elədiyim o şeirləri qoyuram Vaqif Poeziya günlərində. Nə bilim, müəyyən müdriklərdən kəlamlar qoyuram, qəşəng bəzəyirəm onları təsvirlə, musiqi ilə. Gözəl musiqilər, özüm eləyirəm hamısını, özüm eləyirəm. Gözəl musiqilər ora qoyuram, klassik mahnı janrımızdan Şövkət xanım, Rubaba xanım, Elmira Rəhimova, Akif İslamzadə. Mən və indi bilmirəm bunun effekti nə dərəcədir. Amma yəni effektsiz əgər bir işdə səy göstərirsənsə, effekt mütləq olmalıdır. Bugün 5 nəfər olar, sabah 10 nəfər olar, sabah bir də görürsən ki, 100 minlər olar, milyonlar olar. Mən elə bir axına qarşı gedirəm də, necə o TikTokda və sosial şəbəkələrdə ki, küçə nəğmələri, nə bilim, bir gecənin içində həm şeiri yazılan, həm musiqisi güya yazılanda güya. Və həm də ifa olunan mahnılar ki, milyonlarla izləyici deyirlər də, toplayır. Onların bir hissəsini oğurlamaq istəyirəm bu tərəfə, işıq gələn tərəfə. Siz dediniz ki, bir gecənin içində yaranan mahnılar, amma bir gecənin içində yaxşı mahnılar da yaranıb. O başqa söz. Hətta Sovet dövründə də olub belə hekayələr var. Bəli. Mahnı necə yaranmalıdır? Mən elə sizə elə gəlir ki, bu absurd bir fikirdir ki, həm belə dedim, həm də başqa fikrim var ki, yəni dəfələrlə demişəm ki, sən elə bir zirvə zamanısı, biz də bir gecənin içində yaranıb o cür. Heydər Əliyev bizim mərhum onda prezidentimiz idi də, 75 illik yubileydi, bəstəkar Kamal'la qərara gəldi ki, elə bir gün qalmışdı. Nə töhfə eləyək? Yəni ona nə eləyə bilərik ad günü münasibətinə, yubiley münasibəti ilə? Dedik bir mahnı eləyək. Gecə ikən elə Kamal müəllim musiqini bəstələdi gün ərzində. Gecə ikən mən onu söz yazdım. Gecə ikən 4 müğənni çağırdıq. Həm də Heydər Əliyevin simpatiyası olan müğənniləri idi. Onlar Ağatdaş Ağayev idi, Brilliant Dadaşova idi, İlqar Muradov və Ruhangiz Allahverdi. 4. İlk dəfə bu mahnı 4 ifaçının ifasında lentə alınıb və mayın 10-u 98-ci ildə, mayın 10-u saat axşam 17-də o zaman yeganə müstəqil kanal olan Space kanalında bu onun klipi Heydər Əliyevin təsvirləri ilə orada səsləndi. Amma həmişə o şərhi də mən vermişəm ki, bu mahnı illər boyu, 10 illiklər boyu o bizim qəlbimizdə olub. O Kamal müəllimin elə ürəyində bəstələnib, mənim də o sözlər ürəyimdə yazılıb. O sadəcə texniki baxımdan qısa müddətdə əmələ gəlib. Amma mənim hələ 70-ci illərin sonlarında Heydər Əliyevlə ilk səfərlərim rayonlara, pambıq tarlalarına, üzüm plantasiyalarına, görüşlərim, bir yerdə oturub çay içməyimiz, mənə mürəbbə qabında mürəbbə verməyi Heydər Əliyevin ki, neçə yaşınız var idi? Yazıçılar Birliyində işləyirdim o zaman, Yazıçılar Divanında işləyirdim. 20 neçə yaşım vardı da, cavan bir bığ yeri yenicə tərləyən bir yazar idim. Heydər Əliyev özü təşəbbüsü ilə həmişə bizə deyirdi ki, yazıçılara deyir ki, həyatı siz
kitablardan yox, elə həyatın özündən öyrənir. Onun təşəbbüsü idi. Hər dəfə səfərə gedəndə özü ilə bir neçə nəfər sənət insanı aparırdı. Bir şair, yazıcı, bir rəssam, bir bəstəkar, nə bilim, bir arxitektor, məsəl üçün, bir memar. Və inanın ki, o səfər bir neçə gün çəkirdi o səfər. Onun xüsusi qatarında gedirdi. 3 vaqondan ibarət qatar idi edərdi. Birinci dəfə biz getdik Yevlax və İmiş rayonlarına. O da ilk səfər olduğu üçün yadımdadır. Biz elə yol boyu bütün onun vaqonunda olurduq. Elə ki, söhbət edirdik oradan buradan. Hər şeylə maraqlanırdı. Mürəbbə ilə çay içirdi. Hə, yox, sonra şeydə. Onu içirdi şeydə. Orada da içirdi vaqonda, amma pambıq tarlasında. Orada bizim üçün bir talvar düzəldirdilər. Şeydə gündən qorumaq üçün göydən ot tökülür. Orada bir də görürdük ki, Heydər Əliyev deyir, uşaqlar gəlsin, yəni biz gələk. Otururdu, biz belə 3-4 nəfər bir də öldü. Orada bir məmur iştirak eləmirdi, yox. Çay içirdi, ilk dəfə olduğu üçün mən nəinki çay içmək, heç ona tərəf baxa bilmirdim. O qədər zabitəli, zəhmli adam idi, gözlərinə heç baxmaq mümkün deyildi. Əl-ayağımız quruyub, yatmışıq belə. Bir də gördüm elə ümumi mürəbbə qabından balaca nəlbəkə mürəbbə tökür. Öyle bildim çay içirdi, öz üçün mürəbbə tökür. Bir də gördüm onu gətirdi, qoydu mənim qabağıma. Mən düz yanında oturmuşum. Sıxılma, söhbət elə çay viskilər. Yəni o şeydə elə bir atmosfer yaratdı ki orada, yəni sıcaq bir atmosfer yaratdı ki, yəni biz sıxılmayaq, sözümüz varsa sözümüz deyək, problemimiz varsa problemimiz deyək. Yəni problemlərdən danışırdınız. Bəli, deyirdi, nə var, nə yox, o saat deyirdi. Özü bircə dəfə gördüyü adamı ömrü boyu yadından çıxara bilməzdi. İkinci dəfə rəhmətli İmran Qasımov, Yaşlılar İttifaqının sədri məni təqdim eləyəndə bizim cavab tanıyıram. Artıq keçən dəfədən mən yadında qalmışam bir səfərdən. Sonra 82-ci ildə qarlı bir yanvarın 14-də Şuşada olan səfərimiz Vaqif məqbərəsinin açılışında. Siz Vaqif məqbərəsinin ilk açılışında iştirak etmisiniz. O qarlı yanvarda, onu da həmişə demişəm ki, hətta şəkillər var. Bəli. Sonra da demişəm ki, mən elə xoşbəxt kəslərdənəm ki, 39 il sonra artıq cənab prezident İlham Əliyevin rəhbərliyi ilə nümayəndə tərkibində Vaqif məqbərəsinin yeni açılışında, daha möhtəşəm açılışında iştirak eləmişəm. Amma bir kədərli də o idi ki, ilk açılışda olan insanların çoxu artıq yox idi. Dünyadan keçmişlər. Sabir Rüstəmxanını gördüm, Nəriman Həsənzadəni gördüm. Amma İsmail Şıxlı, Mirzə İbrahimov, Süleyman Rüstəm, ilk açılışda olanları deyirəm. Kimlər yox idi. Və bir də həmişə düşünürdüm ki, biz bu gəzdiyimiz torpağın hər qarşında şəhid qanı var. Hər qarşında, hər yarpağında, hər qayasında. Yəni bunu unutmaq, bunu yaddan çıxartmaq, başqa cür özünü kökləmək mümkün deyil. Hər dəfə Şuşada, Xan kəndində, o azad olmuş torpaqlarda da indi mən artıq bəlkə 100 dəfəyə yaxın olmuşam. Azad Şuşada təbii ki. Azad torpaqlarda. Mən həmişə o hissiyatları keçirəm. İkili duyğu olur məndə həmişə. Təbii ki, qürur hissi, fəxarət. Amma mütləq bir kədər dalğası gəlir. Amma bircə təsəlli var ki, onların ruhu şaddır. Musa Yaqubun vəfatından sonra həmişə mən fikirləşmişəm ki, görəsən baba müəllim İsmailliyə gedəndə nə düşünür? Elə adamlar var ki, inanın deyirəm də, indi sözün bir cür qəribə gəlməsin. Mən onlara rəhmət deyə bilmirəm. Çünki bilirsiniz, həmişə biz adətən öyrənmişik ki, bir öz əcəli ilə, belə istiyatağında rəhmətə gedən, dünyadan köçən insanlara deyilirdi adətən. Mən şəhidlərə nətər Allah rəhmət eləsin deyim. Bir yandan deyirəm ki, onlar mənim üçün həmişə canlıdır. Bir halda ki, şeirlərimdə yazaram ki, General Polad Zəfər Paradının ön sırasında addımlayır. Mən onu nə cür dünyadan köçmüş, ölmüş insan kimi təsəvvür edeyim. O cümlədən də ona sözümü gətirəm ki, Musa Yaqub. Musa Yaqub sadəcə kəndin ortasından köçüb kəndin aşağı başına. Buynuz kəndində. Buynuz kəndində, mənim də bağ evim olan kənd. Bəli. İndi də Musa müəllim mən kəndin girəcəyindədir. Belə keçəndə demirəm, Allah rəhmət eləsin falan. Deyirəm, eşq olsun ay Musa müəllim, eşq olsun. Kəndə girəndə onu salamlayırsınız. Salam deyirəm, bəli. Gözəl bir Mehriban xanım sağ olsun. Gözəl onun tapşırığı ilə gözəl bir abidə qoyulub ona. Özü əli də var. Əlim belə uzadıb gedib əlindən tuturam, görüşürəm. Yəni ona heç vaxt demirəm, bir nə deyirlər ona, bir Yasin oxuyun falan. Mənim üçün canlıdır Musa müəllim. Canlıdır.
Və hələ nə qədər ki canlıdır və əbədi yəqin canlı olacaq ki, mən hələ o kəndə getməyə can atıram. Mən İra olsun bir qorxulu yuxu kimi birdən mən fikirləşsəm ki, Musa müəllim artıq yoxdur, dünyadan köçüb, o kəndə heç getmək istəmirəm. Gələndə də eləyirəm. Gələndə də eləyirəm ki, sağ olay Musa müəllim, hələlik görüşərik. O belə. O belə. Mən onu nətər yanım bir mollada çağırım. İnanın ki, o özü, yəni sağ olsaydı, mən razıyam sizlə, mənlə yaşayır, amma fiziki məsələdə, fiziki baxımdan deyirəm, sağ olsaydı, o sizin bu dediyiniz fikirlərə xeyli gülərdi. Gülərdi, əlbəttə gülərdi. Xeyli gülərdi. Amma bir tərəfi də deyim ki, bir reallığa da hərdən qayıdaq ki, Musa müəllim indi deyirik də belə, yəni təsəlli üçün də deyirik ki, Musa müəllimin sənəti əbədidir, xatirəsi əbədi yaddaşlardadır. Amma mənim bu həm də şəxsi faciəmdir. Yəni o bir tərəfdən baxanda ailə faciəmdir. İndi nə qədər də özümə təsəlli versəm, axı Musa müəllim artıq mənim masamın arxasında başda özə oturmayıb bax. İndi bilirsiniz ki, ictimai televiziyada onu həmişə işıqlandırıb, hətta Musa müəllimin biraz nəzərdən kənar yayınan vaxtlarında belə biz onu dəvət etmişik. Heç bir televiziya Musa müəllimin qapısını aça bilməyəndə, açmaq istəməyəndə ictimai televizyonun 70 illik yubileyini keçirib və orada aparıcı da mən olmuşam. Bəli, xatırlayıram. Hətta ictimai radioda da qonağımız olmuşdu. Meşənin içində. O Ögey ana filmi çəkilən meşənin içində. Bəli. Özdə, onu da mütləq qeyd eləməliyəm də mən. Mən orada bağda dincəlirəm. Dincəlirəm, bir də gördüm ictimai televiziyanın maşınları gəldi filan da, Rafiq Səməndər də redaktoru gəldi. Sabah inşallah Musa müəllimin yubileyin keçidir, əla sən də gəlib iştirak edirsən. Belə də təbii ki. Gecə də oturduq qəşəng elə Musa müəllimin başçılığı ilə qəşəng nemətlərdən datdıq Topçu meşəsində. İndi səhər verilişdi. Bir də görürəm ki, hələ mən hazırlaşıb istəyirəm gedim. Elə biraz da idman formasındayam, bağda. Bir də gördüm Rafiq Səməndər Başıloğlu gəldi. Tez o yaxşı paltarı o geyik, qəşəng paltarı. Deyirəm, nə olur orada meşənin içində çəkilişdə məni çəkmirsiniz ki, mən bir kənarda oturacam. Yo. Bizə söz verən adam, o məşhur şair gəlmədi. Bəli. Gəlmədi. Dedim, bəlkə gecikir falan, yox. Telefonu da bağlayıb, ümumiyyətlə məlumdur ki, gəlmək istəmir. Tez məni Rafiq Səməndər geyindirdi falan elədi, biraz abırlı paltarımı geydim. Gəldim, hazırlıqsız filansız, Musa müəllimə hazırıq. Özdə daşın üstündə oturmuşuq, daşın üstündə oturdum. Siz daş dediniz, mənim Musa müəllimin bir şeiri yadıma düşdü. Bu dünyanın qara daşı göyərməz. Ümumiyyətlə, onun daşlara bir xüsusi yanaşması var idi. Hər şairin... Daş onun üçün canlı idi da. Bəli, hər şairin yaradıcılığında mən fikir vermişəm ki, nəsə bir şey var ki, məhz onu daha çox öz şeirlərində gətirir, onu daha çox öz şeirlərində yaşadır, ona daha canlı baxır. Məsəl üçün, daş, tutaq ki, Musa Yaqubun yaradıcılığında da var, o yerdə təsəvvür edir daşı. Bəli. Ramiz Rövşən də deyir, göy üzü daş saxlamaz. Ramiz Rövşən üçün daş göylərdədir. Göylərdədir. Amma sizin üçün, icazə verin, oxucu mövqeyimi bildirim, Baba müəllim. Sizin bütün əsərlərinizdə xatirələr var. Bəli. Mən elə bilirəm ki, o şeirlərin əksəriyyəti qarlı qış günlərində, qış gecələrində sobadan çıxan tüstünü seyr edərək yazılıb. Şeirin yaranması, elə Musa müəllimin öz sözüdür ki, şeirin yaranması bir sirri xudadır. Bilmirsən necə yaranır. Haçan gəlir, haçan gəlmir və yaxud sən masa arxasında oturub o ilham pərisini çəkib gətirə bilərsənmi? Bəzən o qədər deyirlər də nazlı olur, çox ilham pərisi gəlmək istəmir. Gərək onu elə şirin sözlər deyəsən, qəşəng onu dilə tutasan ki, gərək ilanı yuvadan çıxaran dilin olsun ki, o da gəlsin və şeir yaransın. Yəni, çətindir. Amma mahnı mətbəxi, bir yaxda uşaqlara dedim, mahnı yaradıcılıq mətbəxi çox mürəkkəb mətbəxdir. Yəni, çətin yaranır mahnı. Çünki musiqi ilə şeirin vəhdəti elə olmalıdır ki, onları sonra 2 dənə traktorundan bir-birindən ayıra bilməməlisən. Çünki rəhmətli Əli Kərimin məşhur bir sözü var, vəsiyyət şeirində ki, mən öləndə tabutda olanda deyir, başımın üstündə bir dənə şeir deyilsin, bir dənə mahnı oxunsun.
şeirlə deyir, musiqinin vəhdətindən ayrılmağa, birliyindən ayrılmağa dəli bir ümidim var. Görün, yəni şeirlə musiqinin vəhdəti nə cür möcüzələr yarada bilər. Artıq dünyadan köçmüş insanı dirildə bilər. Yəni bu mənada. Şeirdən danışmışkən, kitabınızı da gətirmisiniz verilişimizə. Gətirmişəm. Dərin təşəkkürümü bildirəm. Bəlkə Gətirmişəm. səsləndirəsiz o şeirlərdən. Mən həmişə demişəm ki, Baba Vəziroğlunun səsində həm də o qiraət ustalarının məharətini hiss etmək olar. Mənə elə gəlir ki, hər şair öz şeirini yaxşı deyə bilmir. Bəli, bəli. Amma sizdə həmişə gözəl alınır. Amma bir şey də deyim də, indi özümü hərdən tərifləyim. Tərifləyin, bəli. Tərifləyim. Bu dəqiqə indi təbii ki, dünyadan köçmüş gözəl şairlərimiz var. Mən bu dəqiqə həyatda olan insanlardan danışıram. Ramiz Rövşən gözəl şeirdir. Bəli. Vahid Əziz mənim əziz dostum gözəl şeirdir. Və deyəsən mən də o sıradayam. Rəhmətli Məmməd İsmail çox gözəl şeir deyirdi. Musa Yaqub da o heç də o mən bu siyahıya daxil edirəm. Emosional deyirdi. O siyahıdan yuxarıdadır. Sizi dinləyək. Yaxşı. Səninlə qəlbimin sevinci getdi. Ömürdən çox baha bir inci getdi. Acılı, şirinli bir nağıl bitdi. Ara bir yadına düşəcəyəm mən. Bahar qış olacaq önündə sənin. Qəlbin daş olacaq sinəndə sənin. Bəlkə yaxşı yaman günündə sənin. Ara bir yadına düşəcəyəm mən. Gəldiyin yollara hey baxacaqsan. İntizar könlünü çox sıxacaqsan. Hərdən mənim üçün darıxacaqsan. Ara bir yadına düşəcəyəm mən. Sən daha dom vurmuş zərif çiçəksən. Bu boyda dünyada tənhasan, təksən. Məni yuxularda çox görəcəksən. Ara bir yadına düşəcəyəm mən. Ömürdən saymayıb hər ötən günü, gözlərdən gizlədib ağlar gözünü, sıxanda köksünə özün özünü. Ara bir yadına düşəcəyəm mən. Hələ yan, hələ yan, bir gündə sönəcəyim var. Göylərdən yerlərə enəcəyim var. Hələ bu limana dönəcəyim var. Ara bir yadına düşəcəyəm mən. Ayrılan bir bədən iki can idi. Hələ ağrı verməz, yara istidir. Elə ki ürəyim məni istədi. Ara bir yadına düşəcəyəm mən. Hara aparacaq səni bu yollar? Hara aparacaq səni bu yollar? Bəxtini axtaran yollarda qalar. Nə yaxşı dünyada xatirələr var. Hələ ki dünyada xatirələr var. Ara bir yadına düşəcəyim mən. Ara bir yadına düşəcəyim mən. Bax, Çox sağ olun. Bax belə. Baba müəllim, çox sağ olun. Bax yenə xatirələrin üzərinə Xatirələr də var. gəldik. Musa Yaqubun daşı da var orada. Daşı da var, hamısını birləşdirdiniz. Ramiz Rövşənin göyü də var. Hamısı Bəli, var. mənim Göyü də var. yadıma düşdü bu son günlərdə sizin sözlərinizə yazılan bir mahnı yenidən gündəmə gəldi. Bu da Tilov serialının sayəsində oldu. İctimai televiziyanın ekranlaşdırdığı Bilirsiniz nə qədər o nəğmə ilə xatirədir. Kamal müəllimin musiqisində nə qədər o filmə şey gətirdi, məna, mahiyyət gətirdi. Doğrudan da mən həmişə onu demişəm ki, bəzən musiqi filmin əsas qayəsini çatdırır. Təsəvvür edin ki, mən ayrı misal gətirim, özümüzdən gətirməyim. Tutaq ki, Gün keçdi filmində bir axşam taksidən düşüb mahnısı yoxdur. Və yaxud da Yalçın Rızadənin oxuduğu o mahnı Ömür keçdi, gün keçdi, cavan olman bir dənə. Təsəvvür elə o mahnıları o filmdən çıxart. Film nə dərəcədə cılızlaşar, mənasızlaşar. Doğrudan deyə və yaxud Dədə Qorqud filmindən Yalçının oxuduğu mahnıları çıxardı.
Siz ona görə mən ictimai televiziyanın o serialını yaradan insanlara minnətdaram ki, elə gözəl musiqilər, mən demirəm sözün dəxili yoxdur. Sözü də deyin də, baba müəllim. Yox, onlar haqqınız var artıq sizin. Doğrudan da məsəl üçün gör nə qədər filmlərdə mən görmüşəm Kamal müəllim mahnılarını, bax Gecdi Dahanı eləyirlər. Çünki o filmə bir müəyyən yəni mahnılar gündəmdən düşmür. Sizin sözlərinizə yazılan əsərlər gündəmdən səndən düşmür. nigaranam, Gecdi Daha, xatirədir. Sən elə bir zirvəsən, təsəvvür elə ki, bir neçə gün öncə idi Ulu Öndərin anım günü. Bütün Azərbaycanda neçə müstəqil dövlət, ictimai, bütün gün o mahnı səsləndirirdi. Və həm müəllif kimi bizim üçün xoşbəxtlik idi ki, yəni bu mahnı artıq Heydər Əliyevin tarixi missiyası haqqında bir himnə çevrildi də, doğrudan da. Mən elə bilirəm ki, ömrünün müəyyən pilləsinə çatmış insanlar ən böyük dəyərdir. Həm sənət üçün, həm ölkə üçün, həm vətən üçün, bütövlükdə dünya üçün. Və bizim o insanları tanımağımız, seçməyimiz, bu da çox önəmlidir. Hər kəs insan sərrafı ola bilmir axı. Həyatınızdan, ömrünüzdən nə qədər adamlar gəlib keçib, nə qədər şeirlər, nə qədər misralar gəlib keçib. Evet. Bugün əgər kimsə gəlib sizdən soruşsa ki, baba müəllim, mən necə eləyim ki, həmişə işıq gələn tərəfə gedim? O verilişin əvvəlində dediniz, o biri tərəfə getməyim. Siz onda həmin adama 3 məşhur tövsiyə olaraq nə deyərdiniz? Onları mən şeirlərimdə demişəm, sadəcə burada bir rezume kimi deyim ki, nə deyərdim? Deyərdim ki, həmişə sevdiklərinizdən nigaran qalın. Yəni, o səndən nigaranam o deməkdir. Sevdiklərinizdən nigaran qalın. Çünki onları itirə bilərsiniz. Bir də deyərdim ki, həmişə deyin ki, məndən bir də olmayacaq. Yəni, məndən yox, səndən də, ondan da heç vaxt bir də olmayacaq. Və buna görə bu bir çağırışdır. Bir-birinizin qədrini bilin. Sizə elə gəlməsin ki, kimsəni itirəndə onu kimsə əvəz edəcək. Xeyr. O bir də təkrarlanmayacaq. O bənzərsiz dostlumu, sevgilimmi, nə bilim, iş yoldaşımı. Bəs indi deyirlər, əvəz olunmaz insan yoxdur. Səhv deyirlər, hə? Bu dünyada heç kimin əvəzi və bənzəri yoxdur. Mən bunu deyirəm. Bəli. Heç kəs Tanrı əgər bir 7 milyard insanın bir barmaq izini bir-birinə adekvat yaratmayıbsa, deməli dünyada heç nə təkrarlanmır. Bir də deyərdim ki, qalanı xatirədir. Yəni xatirədən başqa heç nə qalmır. Yəni dünya malına uymayın. Yəni mən sizə demirəm ki, yollar salın, körpülər quraşdırın, böyük işlərdən hələ danışmıram. Heç olmasa özünüz üçün yaşayın ki, 5 günlük dünyada başqalarına sizin pislik eləməyə, ziyan vurmağa, kiməsə quyu qazmağa vaxtınız olmasın. Heç olmasa özünüz üçün yaşayın, egoist olun, amma özünüz üçün yaşayın. Və bilin ki, xatirədən başqa heç nə qalmır. Bir dənə xoş xatirə. Bugün görürsünüz neçə gözəl insanların xatirəsini yad elədik. Bəli. Təşəkkür edirəm sizə. Sağ olun, var olasınız. Mən də bir kəlmə tez veriliş bitməmiş deyim ki, qarşıdan bizim radionun ad günü gəlir. Ondan öncə bizim gözəl yeni ilimiz gəlir. Dünya Azərbaycandan həmrəylik bayramı gəlir. Bu münasibətlə də sizi, bütün ictimai televiziyanın, radionun bütün kollektivini və bütün xalqımızı təbrik edirəm. Çox sağ olun. Qarşıdan həm də Baba Vəziroğlunun doğum günü gəlir. İctimai radionun yarandığı günlə Baba Vəziroğlunun doğum günü eyni gündədir, 10 yanvar tarixində. Mən də sizi indidən həmin gündə təbrik eləyəcəm əlbəttə ki, amma elə indidən təbrik eləyim fürsət düşmüşkən. Can sağlığı arzu edirəm sizə, uğurlar arzu edirəm və minnətdaram ki, bugün Can Azərbaycan deyərək bizim verilişimizdə. Bir kəlmə də kompliment deməliyəm getməmişdən öncə ki, hətta evdəkilər belə qohum qardaş unutsa belə yanvarın onu mənim ad günümü ictimai televiziya və ictimai radio heç vaxt unutmuruq. Heç vaxt unutmuruq, bəli. Təşəkkür edirəm sizə. Çox sağ olun.